Prezident Trump'ın Fox News-a müsahibəsi oldu və orada iddia olundu ki, Ali lider Xameneyi qaçmağı planlayır, qaçmağa hazırlaşır və eyni zamanda ABŞ kəşfiyyatı məlumatına görə Xameneyi güya Rusiya qaçmağı nəzərdən keçirir. Və bu sual Prezident Trump'a da verildi. O da dedi ki, bəli, ola bilsin, o qaçmaq istəyir. Bəli, bizdə məlumat var bu haqda. Siz buna inanırsınızmı? Yəni nə baxımdan inanırsınız? Adamın 80 neçə yaşı var? 85 ya 87? Necə? 86 yaşı var, bəli. Yəni 86 yaşında bir adam, yəni sizcə doğrudan əgər tutaq ki, vəziyyət gərgindirsə qaçmağı düşünərmi? Yoxsa yəni onun bioqrafiyasına itilənərək və s. yoxsa ki, can şirin şeydir, yaşa baxmır, qaçmaq istəyirsən? Bilirsiniz, əgər o səviyyəyə çatarsa etirazlar rejimi yıxılmağa aparsın, o zaman təbii ki, ola bilər. Amma o yerdən çox uzaqdayıq biz elə. Yəni etirazlar var, etirazların hətta sayısı tutaq qadın yaşam, azadlıq etirazları qədər belə deyil. Yəni o zaman belə mümkün olmadı bu. İndi də mümkün. Yəni o daha çox medianın oyunudur və təbii ki, siyasətçilər eyni halda da bir algı operasyonudur. Yəni bir kognitiv proseslə məşğuldurlar orada insanlara təsir edəcək. O məncə gerçək məlumata əsaslanan bir bilgi deyil. O vəziyyətdə deyil. Hələ etirazlar rejimə hər hansı bir təhdid yaradır. Yəni əgər təhdid yaratsaydı interneti daha öncədən kəsib və repressiyanı daha öncədən başlada bilərdilər. Ciddi anlamda repressiya. Yəni daha öncə 1500 insanın ölümü ilə qurtarmış etiraz var. Ondan öncə 500 insanın ölümü ilə qurtarılmış etirazlar var və rejim dəyişməyib davam edir. Yəni siz əmini feministlər belə qadın hüquqlarına başlanan son etirazlarda deyirsiniz ki 500 nəfər adam həyatını itirib, eləmi? O zaman çox insanlar həyatını itirdilər, amma daha öncəki etirazlarda da benzin qiymətinin artışı ilə bağlı da fərqli hesabatlarda bir çox insanın həyatını itirdiyi ilə bağlı. Bəzən 500, bəzən 1500 fərqli etirazlar üçün insanların həyatını. Siz oraya etirazları da əlavə edirsiniz, yoxsa ki ancaq etirazlarda öldürülənləri? Daha çox etirazlarda öldürülənləri, özəlliklə bəluçlardan çox insanlar öldürüldü. Yəni bəluçlar İranın hardasa 3%-ni təşkil edir, amma öldürülənlərin 30%-i təxminən bəluçlardan idi. Baxırsınız, mən üzr istəyirəm, izləyəcəyimiz yəqin ki bilir, mən bilmirəm. Belucilər nədir? Etnik qruplardılar. Yəni İranın Belucistan, Belucilər. Hə, elə bildim nəsə bir başqa bir termində. İranda fərqli etnik qruplar var. Bəluçlar İranın Pakistanla sərhəddində yaşayan sünni etnik qruplardılar. Və onlara qarşı ciddi repressiya var. Yəni İranda sünni qruplar və şiə etnik qruplar var. Və fars olmayan sünni qruplardılar təbii ki onlar. Yəni bəluçlar da son. Yəni siz deyirsiniz ki, əmini etirazlarında o başı bağlı xanımın öldürməsinin gətirib çıxardığı etirazlarda ən çox Belucilər həyatını itirmişdi. Siz o etirazları nəzərdə tutursunuz. Aydındır. Çünki hadisə özü də Beluc ərazisində baş vermişdi, eləmi? Yox, hadisə Tehranda baş vermişdi. Tehranda baş vermişdi. Məhsa Jina Əmini Kürd bir xanım idi və Tehranda həbs olunub, sonra orada polis məntəqəsində həyatını itirmişdi. Öldürülmüşdü, bəli. Ondan sonra etirazlar başladı və İranın bir çox bölgəsinə yayıldı bu etirazlar. Bəli. Mən elə həmin o etnik qruplar haqqında soruşmaq istəyirəm. Əvvəla belə bir məlumat Azərbaycan mediası yayır ki, Azərbaycanlılar iştirak etmirlər bu etirazlarda. Bu belədirmi? Azərbaycanlılar iştirak etmirlər, doğru məncə olmaz. Çünki Tehranda etirazlar var və Tehranın güney tərəfindədir etirazlar və güney tərəfində Azərbaycanlılar çox yaşayırlar, çox Azərbaycanlılar orada yaşayırlar. Onların da iştirakı var. Yəni belə baxsaq onda farslar da iştirak etmirlər. Çünki biz Şirazda da gözmürük. Yəni Yazda da, başqa yerlərdə də, hətta İsfahanda
bəzi etirazlar rejimin xeyrinə də videolar çıxıb, nə qədər doğrudur, onu təsdiqləmək üçün araşdırmaq lazım. Amma o kimi etirazlar da var. Belə etnik qruplarla ayırmaq çox da mümkün olmayacaq məncə. Amma təbii ki, Azərbaycan bölgəsindən söz gedirsə, Azərbaycan bölgəsində dünən bir sıra etirazlar olubdur. Amma bu dekabrın 28-dən başlayan etirazlar da Tehran bazarından başlayıb. İran valyutasının dəyərinin itirilməsinə və inflyasiyanın yüksək olmasına etiraz olaraq. Sonra yayılıb daha çox yəni işçi təbəqəyə, işçi sinifin arasında daha çox geniş yayılıb. Azərbaycanlılar dünən bəlli şəhərlərdə, Təbrizdə, Urmiyada və Ərdəbildə etirazlarda bəlli dərəcədə iştirak ediblər. Məsələn, Milli Hərəkatdan gedirsə, Milli Hərəkat dünən deyil, şənbə günü üçün çağırış edib, amma internetin bu vəziyyəti ilə bəlli olmaz bu çağırış nəticə ilə sonuclanacaq. Mən təşəkkür edirəm, siz bizə bu məsələyə aydınlıq gətirdiniz. Mən təxmin edirəm ki, səbəblərdən biri, yəni nə üçün belə başlıqlar yer almaqdadır, həm də bir qorxu da olmuş ola bilər. Hər halda biz başa düşürük ki, ayaqlanmanın sıçrayışı fenomeni də var. Ona görə, bəli, mənə də qəribə gəldi. Yəni, aydındır ki, bu qədər şəhəri əgər əhatə edir, siz necə deyə bilərsiniz ki, Azərbaycanlılar iştirak etmir? Bilirsiniz, çəkinmələri var Azərbaycanlıların bir sıra məsələlərlə bağlı. Özəlliklə medianın Rıza Pəhləvini bu qədər qabartdığına görə və onu alternativ bir rejim kimi, alternativ bir sistem kimi Pəhləvi sistemini, yəni daha çox İranın geriyə qayıdışı kimi dəyərləndirdikləri üçün Azərbaycanlılar çəkinirlər və Azərbaycanlılar bir diktatoru başqa bir diktatorla dəyişmək fikrində deyirlər. Özəlliklə milli hərəkət və milli fikirdə olan insanların yanaşması budur və daha çox bir demokratik keçidin zəruriliyindən danışırlar. Onun üçün də bir dəstək vermirlər. Amma eyni halda da mediada da, yəni İranın müxalif mediasında, daha çox xaricdən idarə olunan mediada Rıza Pəhləvini alternativ kimi göstərməyə çalışırlar və insanların onun adlarını, təbii ki, bir sıra şəhərlərdə şüarlar səsləndirilibdir onun xeyrinə, amma onun əleyhinə də şüarlar səsləndirilibdir. Misal üçün, dünən Ərdəbildə də onun əleyhinə də şüarlar səsləndirildi. Eyni halda azadlıq, ədalət, milli hökumət şüarı da ki, daha çox insanların, Azərbaycanlıların öz müqəddəratını həll etməyinə işarədir. O belə səsləndirildi dünən Ərdəbildəki etirazlarda. İnsanlar çəkinirlər, çünki təbii ki, bu daha çox bir reaksiyadır. Yəni, baş verənlər İrandakı vəziyyətə insanlar narazıdırlar və bu vəziyyətə etirazlarının hər hansı biri tərəfindən oğurlanmasını istəmirlər. Təəssüflə bu baş verir eyni halda da bəzi dövlətlərin, misal üçün İsrailin çox dəstəyi ilə bu da baş verir. Çünki İsrail 12 günlük müharibə zamanı da araşdırmalara görə, Toronto Universitetinin araşdırması və İsraildə bir sıra olan araşdırmalara görə 12 günlük müharibə zamanı, İran-İsrail müharibə zamanı da İsrail daha çox mediada bu digital imkanlardan istifadə edərək Rıza Pəhləvini alternativ kimi şişirtməyə çalışmışdır. İndi də o davam edir, amma bu seri İsrail o zaman nəticə almadığı üçün və o zaman İsrailin əslində hesablamalarına görə İrana hücum olanda xalq da ayağa qalxacaqmış kimi bir gözləntisi gerçəkləşmədiyi üçün indiki vəziyyətdə baxsanız İsrail çox səssiz və arxadan baxır məsələyə, kənardan baxır məsələyə. Amma təbii ki, kənardan baxa bilməz, çünki İsrail İranı varlığına təhdid kimi dəyərləndirir. Bu normaldır ki, kənardan baxmasın belə olan vəziyyətdə, belə hiss etdiyi vəziyyətdə. Amma İsrailin daha çox support etdiyi və önə çəkmək istədiyi Rıza Pəhləvi təbii ki, İranda fars olmayan millətlər üçün bir faciədən başqa bir şey olmayacaq. Və deyəsən İsrailə getmişdi Rıza Pəhləvi keçən il və hansı qohumu yəhudidir? Deyəsən qızının ərimi yəhudidir? Doğru, qızının həyat yoldaşı son vaxtlar evlənən yəhud, amma ondan öncə də, yəni ondan öncə gedirdi əslində
İsrailə və yəni İsrailli bir nazir də Netanyahunun öz partiyasından olan, yəni hakimiyyətdə təmsil olunan nazirlərdən biri də dəfələrlə görüşür. Eyni halda da Rıza Pəhləvinin timində olan insanlar qrup olaraq da İsrailə səfər edirlər, proqramlar hazırlayırlar və proqramda rejimdən sonra bəlli bir məsuliyyətləri o keçid dönəmində İsrailə tapşıracaqlarını, bu kimi vədləri də belə verirlər və bunları yazıblar da. Yəni çox təəccüb edici bir vəziyyətdə, amma onları belə yazıblar, plan kimi də təqdim edirlər. Siz də mən də Amerikada yaşayırıq. Mən Rıza Pəhləvin evində olmuşam, yəni müsahibədə və s. Yəni biz bilirik ki, əslində burada Amerikada qeyri-adi bir şey yoxdur. Yəni müxtəlif millətlərin nümayəndələrlə qaynayırsan, qarışırsan və s. evlənirsən, qız alırsan, qız verirsən. Amma aydındır ki, söhbət bütün bunlar İrandan necə görünsənir. Və mənim müşahidəm bundan ibarətdir ki, əvvəlki etirazlarda Pəhləvi populyar deyildi. Məhz bu il, daha doğrusu 28 dekabrdan başlanan bu etirazlarda sanki Pəhləviyə daha çox önəm verilir. Pəhləvi daha çox eşidilməkdədir. Bilmirəm, siz bölüşürsünüzmü bununla? Yəni, məhz bu etirazlar Pəhləvinin reytingini artırmış kimi görsənir. Belədirsə, buyurun. Bilirsiniz, yəni, belə deyim, insanlar bəlirsiz vəziyyətdə, o zaman ki, bir rejim hər hansı bir iş görür, bir sistem hər hansı bir iş görə bilmir və çarəsiz qalırlar, tam bəlirsiz bir vəziyyətdə. Hazır bir cavab axtarırlar. Yəni insanlar hər zaman da rasional olaraq qərarlar vermirlər. Yəni tutaq Sovet dönəmi, Sovet çökəndən sonra bəlirsiz vəziyyət var idi. Bir çox post-Sovet ölkələrində Soveti arzulayan insanlar var idi. İranda da, yəni indiki vəziyyətdə inflasiyanın çox artdığı və belə bu vəziyyətin olduğu, valyutanın dəyərini itirdiyi insanlar normal həyatlarını yemək, içmək məsələsidir. Çətinlik çəkəndə, təbii ki, orada hər hansı demokratiyanın nə olduğu ilə bağlı öyrənmək şansları yoxdur və daha çox hazır cavablar axtarırlar. Yəni, insan beyni əslində belə işləyir. Hazır cavablar da hardan tapırlar? O təsəvvür ki, yaranır. Deyilənə görə İsrailin dəstəyi ilə fəaliyyət edən, misal üçün, İran International belə bir iddia var ki, İsrail əslində dəstəkləyir. O TV-nin işi və ya başqa Mənoto TV-si var. Bu TV-lərin işi səhərdən axşama Pəhləvi dönəmi ilə bağlı çox belə pozitiv mesaj verməkdir. Bir halda ki, o dönəmdə də vəziyyət yaxşı deyildi. Çox belə ağır baskılar altında insanlar yaşayırdılar. İnflasiya da var idi o zaman və başqa problemlər də var idi. Diktatorluq da var idi, yerində idi. Yəni, daha çox o mesajı vermək istəyiblər ki, illər ərzində. O dönəm yaxşı idi. İndi insanlar da izləyirlər onları və elə bir halda təbii ki, ağıllarına öcələr ki, bəlkə elə bizim çıxış yolumuz budur. Yəni, gələcəyi daha çox irəli getmək yerinə bir keçmişdən bir təsəvvür yarada bilərlər. Bu dediyim kimi post-Sovet ölkələrində də tutaq 1991-dən sonraki bu vəziyyəti də yaranırdı. Hətta Amerikada belə tutaq Donald Trump'ın indi istifadə elədiyi bu Make America Great Again daha öncə Reagan tərəfindən istifadə olunurdu və o zaman inflasiya var idi Amerikada, yəni. Və o da yenə bunlarda keçmişə işarədir. Yəni keçmişə daha çox insanların o psixolojik vəziyyətin üzərində siyasi plan qurmaqdır. Bu Pəhləvinin içəridə sevilməsi deyil, tanınmasına daha çox işarədir. Çünki bir ailədən gəlir ki, normalda tanınacaq bir şahın oğlu olduğu üçün insanlar tanıyırlar. Amma o insanların sevdiyi, özəlliklə farsı olmayan millətlərin onu sevdiyi anlamına deyil. Son günlərdə çağırış verdi. Yəni, əslində dünən və bugünə məncə çox ağıllı bir çağırış idi vaxt baxımından. İranda pəncşənbə və cümə günləri, yəni Thursday, Friday günləri tətil günlərdirlər bunlar. 4-cü və 5-ci günlər. Və insanlar əslində tətil günləri daha çox etirazat çıxarlar. Çünki işə getməyənlər var, insanlar daha çox uyğundular etiraz etməyə. Yəni dekabrın
28-dən davam edən etirazların ortasında çağırış verdi və insanlar gəldilər. Bir-iki yerdə də onun xeyrinə şüarlar səsləndirilib, amma bütün media elə yansıtmağa çalışır ki, insanlar onunla beyət etdilər. Yəni bir halda ki, yəni Ərdəbildə və ya başqa şəhərlərdə, Urmiyada, Təbrizdə onun əleyhinə şüarlar belə səsləndirilib. İndi bəziləri təbii ki, orada 10 milyonlarla insan var. Onun da orada hər hansı bir tərəfdar ola bilər, amma insanların daha çox bu etiraz duyğusundan istifadə etməkdir. Bu sosial hərəkət, yəni hər bir protest sosial hərəkatın olması anlamında deyil. Sosial hərəkətlər belə davamlı, uzun müddətli hərəkətlərdir. Misal üçün, Güneydəki Milli Hərəkat kimi ki, illərlə davam edib, bəlli şeyləri, bəlli tələbləri vardı. Amma buradakı vəziyyət elə deyildi təbii. Yeri gəlmişkən Trump Pəhləvini düzmü dedim soyadını? Yox. Pəhləvan olmağa istəyir, Pəhləvidir. Pəhləvidir amma. Təşəkkür. Mən gecələr yatmıram. Bir yazı var, onun üzərində işləyirəm, ona görə bağışlayın. Amma Trump Pəhləvini dəstəkləmir. Hər halda publik surətdə, elə deyilmi? Yoxsa Doğrudur. Belə deyim, Pəhləvini iki fərqli, burada İsrail ilə Amerikanın baxışları üst-üstə düşmür, fərqli baxışlar var. Çünki İsrail üçün İran rejiminin alternativi Pəhləvi olarsa, maraqları bölgədə təmin ola bilər. Çünki İsrail daha çox bölgədəki dəncəni dəyişmək istəyir, güc dəncəsini öz xeyrinə dəyişmək istəyir. Onun üçün İran üçün İsrailə bu faydalı olar ki, tutaq Pəhləvi gəlsə və İsrailə yaxın siyasətlər yürütsə və ya İsrailə hər hansı bir təhdid olmasa, eyni halda da bölgədə yaxın ölkə olsa İsrail üçün onun maraqları təmin olar. Amma Amerikada bundan çəkinirlər. Çünki Amerikada yəni İraq və Əfqanistan təcrübəsi var. O təcrübənin yaşanmasından qorxurlar. O yüzden də hətta Amerikanın səsi, bilirsiniz, Amerika səsi servisini bağladı bir çox dillər üçün. Amma İran üçün yenidən açdı, hətta yenidən işçi belə Bunu bilmirdim. İşə almağa çalışırlar və nə zaman oldu bu? Bu son vaxtların sözüdür. Və maraqlı yəni son həftələrdə mi? Son həftələrdə əslində bir müddət davam edirdi. Amma son həftələrdə əslində Əli Cavanmərd adlı və Rıza Pəhləviyə qarşı və Kürd olan birisini Əfqanistan, İran və Kürd servisinin rəhbəri qoydu. Məsul qoydular ora və o danışanda, əslində TV-də danışanda açıqca dedi ki, bu TV Amerikan TV-sidir və burada mənim dediklərim Amerika dövlətinin mövqeyini yansıdır və bizim baxışımızdan alternativ İranın içindədir. Xaricdə alternativ yoxdur bu baxımdan. Yəni bunu açıqca ifadə etdi və bu şəxs illərlə Rıza Pəhləvinin əleyhinə çıxışlar etmiş birisidir. Bu da əslində bir göstəricidir ki, Amerika burada fərqli düşünür. Amma nəticə nə olacaq bəlli olmaz. Yəni nəticə məncə çox dinamikdir bu. Yəni nəticə tam fərqli ola bilər. Amma üst-üstə düşmürlər. Yəni əslində onu demək istərdim ki, orada təmin olur. Tutaq Türkiyə məsələsində İsrail elə bir alternativi yoxdur. Yəni Türkiyənin alternativ indiki AKP-yə CHP-dirsə, yəni CHP də sekular olaraq Filistin-Qəzza məsələsinə yanaşır. O yüzden də daha çox Türkiyə məsələsində Kürdlərin dəstəklənməsi ilə ölkədə bir Kürd siyasi qrupların və PKK-nın dəstəklənməsi ilə daha çox orada təsir göstərməyə çalışır. Amma Amerika baxımından Venezuela örnəyi də var və daha çox yəni Amerikanın maraqları təmin olacaq, amma az xərc olacaq bir dəyişimi, az risk olacaq bir dəyişimə üstünlük verə bilər. O yüzden də bir sıralarının fikrinə görə Amerika Ruhani kimi tiplərə, keçmiş prezident Ruhani kimi tiplərə daha da maraqlı ola bilər əgər vəziyyət dəyişərsə. Çünki Ruhani kadrını qorunmuş birisidir. Rejimdə ciddi nüfuzu var indi də. Xameneyi ilə bəlli məsələlərdə anlaşmasa da ölkəni idarə
etməyi başara biləcək birisi kimi görürlər bir sıraları. Xalq Çox qəbul maraqlı. etməz. Çox maraqlı. Əslində deməli bu gün Pəhləvi həm də Trumpa müraciət edib və deyib ki, bəs xalqa dəstək olun. Mənə bu Venezuelada xanım Maduro'nun xanım Machado'nun Trump'a müraciətini xatırlatdı. Çünki orada da Venezuela əməliyyatından əvvəl, təxminən bir neçə həftə əvvəl xanım Maria Machado da Trump'a müraciət etmişdi ki, xalqa dəstək olun və faktiki olaraq Venezuelada əməliyyat keçirəndən sonra Maduro həbs olunandan sonra yenə də xanım Machado bunu dəstəklədi ki, diktator getdi. Siz burada bir analogiya görürsünüzmü? Yoxsa Təbii ki var. Çünki yəni alternativ içəridə Amerikanın gözlədiyi daha çox dediyim kimi az xərcli bir dəyişim və ölkənin hər hansı bir daxili savaşa falana getməməsidir. Çünki daxili savaşa gedəcəksə Amerika üçün çox belə xərcli bir dəyişiklik ola bilər bu. İsrail dediyim kimi fərqli düşünür bu məsələdə. O yüzden də yəni hər hansı Xameneinin olmayacağı və ölkənin sisteminin qorunmasının, güvənliyinin qorunması şərtində Amerika ilə yaxınlıq edə biləcək güclər olacaqsa, görüşüb və məsələni həll edə bilərlər. Amma dediyim kimi hələ bəlli deyil vəziyyət ora çatacaq, çatmayacaq. Çünki Donald Trump'ın dediyi buydu ki, əgər xalqa qarşı repressiya olacaqsa, o zaman biz onları qorumağa gələcəyik. Sonra dedilər, axı, sual oldu ki, axı, onsuz da insanların ölməsi cavab bu oldu ki, onlar ayaq altında falan da qalıb ölənlər, yəni belə bir cavab verdi ki, çox belə onu həm də göstərir ki, qərar verməyiblər, nə iş görəcəklər. Yəni daha çox ifadə olunan bir məsələdir, amma arkasında hələ bir əsas yoxdur. Amma eyni zamanda kiçik bir vaxt çərçivəsində biz artıq ABŞ dövlət rəhbərinin 3 dəfə İranda etirazçılara dəstək ifadə etdiyini görürük. Yəni bu qeyri-adidir. Qeyri-adidir. Bəzi halda da həm qeyri-adidir, həm də etiraz edən insanlara bir moral verir. Yəni insanlar bir dəstək hiss edirlər və repressiya ehtimalının az olacağını düşünüb etiraza çıxırlar. Çünki insanlar yəni tam belə oturub düşünməsələr də normalda insanlar duyğusal olaraq elə baxarlar ki, nə qədər ehtimal var mənim etirazım repressiya ilə və ya mənim canımı əldən verməklə sonuclansın və ya hər hansı bir işgəncə ilə sonuclansın. Yəni bu hesablama bilinçsiz də beyində gedər hər zaman insanlarda. O yüzden də insanlar tutaq 10.000 etiraz edən varsa, insan daha çox gedib etiraz edənə qoşular. Amma 100 nəfər etiraz edən varsa, bəllidir ki, repressiya ehtimalı çoxdur. İnsanlar qoşuldan çəkinə bilərlər. Bir şey də sizdən soruşum. Siz dediniz ki, hələ o mərhələyə çatmayıb. Yəni, biraz əvvəl siz müsahibənin əvvəlində bu haqda danışmağa başlamışdınız ki, belə ki, onun indikatorları var. Yəni, mən sizə sual verəndə ki, qaçmaq ehtimalı nə qədərdir? Siz dediniz ki, mən hələ onu görmürəm. Yəni, bir, bu hakimiyyətin cərgələrində çatların olması, məsələn, defit etmələri, deyək ki, hökumətdən müxalifətə, yaxud etirazçıların tərəfinə keçmək. Hələ ki, biz bunu görməmişik. Hər halda, belə deyək, bu da bir göstərici olardı ki, çat gedir artıq. Yaxud, ümumiyyətlə, ordunun tərəfinə keçməsi. Mən belə başlayıram ki, bunu da biz hələ görməmişik ki, etirazçılar, məsələn, başqa inqilablarda olduğu kimi, deyək ki, silahı yerə qoyur və etirazçıların tərəfinə keçir. Daha nələr sizcə olmalıdır ki, bu etirazlar əvvəlki etirazlardan fərqli olsun, yaxud belə deyək, inqilaba böyüsün? Bilirsiniz, siyasi fürsətlər deyirlər də bunlara. Yəni, tutaq, əgər... Nə deyirlər, eşitmədim. Siyasi fürsətlər. Yəni, siyasi fürsətlər nə zaman baş verə bilir? O zaman ki, ciddi dəstəklər ola bilir. Misal üçün, Donald Trump'ın neçə dəfə çıxışı və dəstəyini bildirməsi təbii ki, bu önəmlidir. Sonra bir sıra insanların qoşulması ola bilər, adlım insanların qoşulması ola bilər. İranda bir çox selebritilər, sonra aktorlar, aktrisalar dəstək bildiriblər. Özləri etirazlarda yoxdular, amma sosial media vasitəsilə dəstəklərini bildiriblər.
Bu daha öncəki etirazlarda da başlamışdı. Yəni qadın yaşam azadlığı etirazında da. Amma bu dəfə görünən daha da artır bu məsələlər. Bunlar önəmlidir hamısı. Amma araşdırmalar göstərir ki, demokratik olmayan sistemlərdə onlar hamısı olsa belə siyasi elitin arasında çat yaranmayana qədər nəticə almaya bilərlər. Yəni sonunda repressiya ilə qurtara bilər. Yəni o zamana qədər ki etirazları hakimiyyətdən, ya siyasi elitdə təmsil olunan insanların bir qrupu etirazçıları başqa onlara qarşı olan insanların əleyhinə istifadə etməyibsə, nəticə almırlar üst-üstə. Yəni bu araşdırmalar göstərir ki, bir çox demokratik olmayan sistemlərdə vəziyyət belə gedibdir. Yəni hətta Amerika kimi ölkədə belə sosial hərəkətlərin görürsüz nə qədər ağır hər hansı bir şeyi əldə edə bilməsinə. Yəni bunlar hətta müqayisə belə olunmaz oradakı vəziyyətlə ki, vəziyyət qat-qat ağır, kollektiv hər hansı bir iş çox riskli. Və o yüzden mən düşündüyüm budur ki, repressiya olacaqsa ondan sonra bəli olacaq. Çünki bu digital işlərlə hər hansı bir yəni İranın içində liderlik olmadan, liderlikdən də qəsdim şəxs deyil. Yəni məsələ insanların kollektiv işinin yönəldilməsidir. Bu qrup da ola bilər və ya hər hansı bir siyasi hərəkat da ola bilər. Bunlar yoxdular. Yəni daha çox Rıza Pəhləvi kimi insanlar medianın vasitəsilə daha çox bir kognitiv bir operasyon əslində bu. Var olan etirazlardan öz xeyirlərinə istifadə etməyə çalışırlar. Uğurlu da ola bilər bu bəlkə uzun müddətdə, amma indiki vəziyyətdə mən onu görmürəm. Çünki rejimin gücü var. Sipahın 500.000 kadr var təkcə. Yəni istəsələr repressiya ilə məşğullalar ola biləcəklər. Amma repressiya ilə məşğullandan sonra çata səbəb olacaq və ya Donald Trump'ın və ya İsrailin hər hansı bir rolunun olacağını görəcəyik, görməyəcəyik. Onların hamısı bir arada məncə nəticəni bəlli edəcək. Siz, yəni Pəhləvi müraciət edəndə Trumpa deyib ki, hazır olun xalqı müdafiə etmək üçün müdaxilə etməyə. Yəni sizcə bu müdaxilə elə keçən ilin iyun ayındakı hadisələrə mi bənzəyə bilər? Məsələn, İsrailin bombardmanı yaxud Amerika Birləşmiş Ştatlarının təyyarələrinin zərbələri mi? Yoxsa ki, necəsə başqa, məsələn, hər halda Tehran, deyək ki, Caracas deyil də, yəni 13 milyon, nə qədər 14 milyon əhalisi var, səhv etmirəmsə. Yəni bu hansı müdaxilə sizcə ümumiyyətlə mümkün, effektiv, səmərəli olmuş ola bilər? Bilirsiniz, müdaxilə əks nəticə verə bilər. Yəni tutaq insanlar İran hakimiyyətindən narazı olsa da İsrail hücum edəndə yəni insanlar etiraza çıxmadılar. Hətta Rıza Pəhləvi onda o hücumları dəstəklədi və insanlara çağırış etdi ki, gəlin şəhərlərə, gəlin meydanlara. İnsanlar gəlmədilər və ciddi tənqidə başlanıldı. Yəni ondan sonra ciddi etibar itirdi Rıza Pəhləvi o çıxışına görə. Yəni çünki fars olmayan milliyyətlərə hər zaman onların dediyi budur ki, siz xainsiniz, vətəninizi sevmirsiniz, vətəninizi bölmək istəyirsiniz. Yəni o kimi ifadələri işlədən insanlar xarici bir ölkənin öz ölkəsini vurmasını dəstəklədi və 1000 insan öldü. Yəni ölənlərin hamısı hakimiyyət adamı deyildi. Bəzən çox suçsuz insanlar vardı, adi vətəndaşlar da var idi. Yəni 1000 insan öldü repressiya nəticəsində öldü, yoxsa nə ilə? Yox, yəni o müharibə nəticəsində. Müharibə, yerli vətəndaşlar, bəli. Yerli vətəndaşlar və hakimiyyət İsrailin və Amerikanın zərbələri nəticəsində. Doğru. İsrailin zərbələri nəticəsində. Amerikan zərbələri daha çox bu nüvə mərkəzlərinə idi. Orada insanların ölümü ilə bağlı bir hər hansı bir hesabat yoxdur. Amma yəni etibar itirməsinə səbəb oldu. Onun üçün də əslində İsrail bu sırada daha ehtiyatlı davranır ki, insanların etirazları davam etsin əslində. Çünki başqa ölkənin rolu olanda mənfi nəticə verə bilər. Amma bunu çox diqqətli də eləmək olar. Bəlkə misal üçün Xameneyinin hər hansı bir şəkildə
ortadan qaldırılması ilə, həsbi ilə bağlı da bir addım atıla bilərsə, bəlkə mənfi təsir yerinə müsbət təsir də göstərə bilər. Yəni bu kimi hesablamaları da edə bilərlər və ölkəyə deyil, hər hansı bir şəxsi ortadan qaldırmaq kimi bəlkə bir planlar da ola bilər. Amma ondan sonra da vəziyyətin nə olacağı yenə də aydın olmaz. Çünki fərqli qruplar daha çox radikal şəkildə bu məsələdə iştirak edib və məsələni başqa yerlərə apara bilərlər. Yəni hələ etirazların olması və bir səviyyəyə qədər genişlənməsi bunların nəticəyə çatacağı anlamına deyil. Rza Pəhləvinin adının bəzi etirazlarda səslənməsi, etirazlar nəticə verərsə belə Rza Pəhləvinin öndə olacağı anlamına deyil. Yəni olduqca belə kompleks bir prosesdir və bilmirik ki, tam olaraq necə olar. Bir çox faktordan asılıdır və fərqli senaryoları görmək olar burada. Bugün Avropa liderləri Almaniya, Böyük Britaniya və Fransa İranda etirazçıların öldürülməsini pisləyən birgə bəyanatla çıxış ediblər. Beləliklə, Britaniya, Almaniya və Fransa liderlərinin yaymış olduğu birgə bəyanatda etirazçıların öldürülməsi, İran təhlükəsizlik qüvvələri tərəfindən zorakılığın yer alması və etirazçıların öldürülməsi güclü surətdə pislənilib. Mən sadəcə tərcümə edirəm, daha yaxşı tərcümə edə bilərdim. İran rəhbərliyi öz əhalisini müdafiə etmək məsuliyyəti daşıyır və deməli özünü ifadə və sərbəst toplaşmaq və repressiya qorxusu olmadan Fransa prezidenti Emmanuel Macron, Britaniyanın baş naziri Keir Starmer və Almaniya kansleri Friedrich Merzin adından paylaşılan bəyanatda deyilir. Biz İran rəhbərliyini hərəkətlərini məhdudlaşdırmağa və zorakılığa əl atmamağa və İran vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyə çağırırıq. Buna bir şərhiniz varmı? Doğru, yəni Avropa İranın Rusiyaya dəstək olaraq Ukraynadakı müharibədəki yəni dəstəyinə etiraz olaraq siyasətini dəyişmiş İranla bağlı, daha sərt bir siyasət qabağa aparır və o yüzden də bu məsələdə məncə getdikcə daha da sərtləşə bilərlər. Çünki İrandakı ballistik yəni sahədə işləri də İranın, Avropada özünə təhdid artıq hiss edir. O yüzden də məncə dəstək verməyə çalışacaqlar bəlli dərəcədə bu məsələ ilə bağlı. Yəni ən azı Amerika ilə bu məsələdə məncə İranın Ukrayna siyasəti Amerika və Avropanı olduqca yaxınlaşdırıbdır və məncə gözlənilən idi bu.